Mən Türkiyə Ağayeva Azərbaycan Akademik Opera və Balet Teatrında dərzi kimi fəaliyyət göstərirəm. Bu peşəyə marağım nənəmdən, nənəmin işlərindən, sonra bibim də bu fəaliyyətdədir. Onları görəndən sonra yəni marağım daha çox artdı. Atamın köməyi ilə texnikaya və texnologiya üzrə Peşə Təhsil Mərkəzində təhsil aldım. Peşə Təhsil Mərkəzində təhsil almaq, oradan diplomunu almaq sizə bir qatqı olur. İşə müraciət buyurursunuzsa, orada sizə əsas diplomlardır. Diplomu çox önəm verilir. Oradakı aldığınız təcrübələr, öyrəndiyiniz biliklər sizə çox yarayır. Deməli, işə qəbul zamanı tikiş sexin müdiri məni tikiş maşınına otuzdurdu və mənim maşına anlayışım var, yoxsa yox, bunu bilməkdən ötəri maşına oturdum. Oturan kimi sadəcə əlimi maşında, tikiş maşınında əl bəndləmə deyə bir sxema var ki, ona basdıqda o mənə dedi ki, əlini saxla və sən bu işdən anlayışın var. Opera və Balet Teatrı saat 10-dan iş fəaliyyətimiz başlayır. Gəlirik, işdə iş maşınlarımızı, avadonlarımızı yoxlayırıq. Sonra isə bizə tamaşalar verilir ki, hansı ki, məsələn, Leyla və Məcnun tamaşası, ona nə hazırlanacaqsa, onların əsasən papaqları, geyimləri üzrə təzədən bir də geyimlər tikilir. Biçib tikmək hələ qədimdən böyük bir qabiliyyət sayılıb. Müasir dövrümüzdə də bu belədir. Bu işi bacaran insanlar həmişə hörmət sahibi olublar və olmaqdadırlar. Yaxşı geyinməyi hamı sevir. Geyim insan həyatının ayrılmaz bir hissəsidir. İstənilən bir sənəti öyrənmək üçün ilk növbədə onu sevmək lazımdır. O sənətə maraq göstərmək lazımdır, çalışmaq lazımdır və özünü inkişaf etdirmək lazımdır. Dərzi peşəsinə yiyələnmək istəyən tələbələrimiz bizim 9-cu sinifdən gələnlər var. Bu ümumi orta bazadan gələnlər sayılır. Yəni bunlar 3 il bizdə təhsil alırlar. Həm atestata yiyələnirlər, həm də diploma yiyələnirlər. 11-ci sinifi bitirmiş, yaş məhdudiyyəti olmayan istənilən insanlar bizə müraciət edə bilirlər. Yəni dərzi peşəsi üzrə onlar müxtəlif yerlərdə çalışırlar və gəlib bizim məktəbdə oxuyub həm diplom alırlar, 1 il oxuyub, həm də daha da mükəmməl bu ixtisasa yiyələnirlər. Dərzi peşəsi üzrə bizim mərkəzimizdə hal-hazırda 6 qrup fəaliyyət göstərir. 3 qrup dərzi ixtisası üzrədir, 4 qrup isə geyim üzrə dizayner sahəsində fəaliyyət göstərir. Bu ixtisası atamın yoluna davam etmək üçün seçdim. Yanında olduqca daha maraqlı gəldi. Peşə Təhsil Mərkəzinə gəlməklə mən öz üslubumu belə dəyişdim. Əvvəllər mən modellərdən anlamırdım, amma bura gələndə daha fərqli, daha modern modellər gördüm və tanış oldum. Burada aldığım bilikləri öz şəxsi həyatımda da istifadə edirəm. Yeni geyim aldıqda o geyimi öz fikrimcə, öz təsərrüfatımı ilə dəyişdirə bilirəm. O geyimdə yeniliklər edə bilirəm. Gələcəkdə dərzi peşəsi ilə bağlı aklımda bir çox fikir var. Bunlardan biri də özümə aid brend qurmaqdır. Biz burada həftədə 4 dəfə ümumi təhsil fənləri keçirik. Həftədə bir gün istehsalat təlimi olur bizə və orada dərziliyin bir çox sirlərini öyrənirik. Dərslərimizdə, ixtisas dərslərimizdə nəzəri hissəni şagirdlərə izah edirik. Nəzəri hissədən sonra çalışırıq ki, onu praktikada mükəmməlləşdirək və növbəti etapda istehsalat təlimi məşğələlərində, istehsalat dərslərində onları tələbələr tam olaraq, mükəmməl olaraq mənimsədə bilək. Dərzi peşəsi həmişə vərdiş, çalışmaq, praktika tələb eləyir. Texniki təhlükəsizlikdən başlayırıq. Ondan sonra onlar başlayır əl tikişlərindən, əl işlərindən, maşın tikişlərindən, bel geyimlərindən başlayırıq. 3 il təhsil müddətindən sonra onları biz müqavilə üzrə təyin olunduğu müəssisəyə göndəririk. Orada onlar daha mürəkkəb modellər üzərində, daha müasir standartlara uyğun maşınlar arxasında işləməyi öyrənirlər. Yaxşı dərzi olmaq üçün dəqiq olmaq lazımdır.
sürətli olmaq lazımdır, səliqəli olmaq lazımdır, ölçüləri dəqiq bilmək lazımdır. Peşə Təhsil Mərkəzində aldığım təhsil mənə karyeramda çox müsbət cəhətlər göstərdi. Gələcək planlarım çoxdur. İnşallah ki, qismət olsa, gələcəkdə öz fabrikimi açmaq niyyətindəyəm.